Salam əziz 5-cilər, növbəti izah videomuz ilə qarşınızdayıq. Bugünkü videoda mən sizə kanalımızda paylaşdığım kiçik summativ qiymətləndirmənin nümunəsini izah edəcəm. Hər ikisi də kiçik summativ 5-ə aiddir. Gəlin nədirsə keçək izahlara. Birinci sual ilə başlayırıq. Choose the correct variant. Doğru variantı seçin. On school days, I run olmaz təbii ki. At 6 o'clock deyir. Go to bed olmaz. Mən saat 6-da yatmağa gedirəm, düzgün gəlmir. Play soccer da olmaz. Take a shower da olmaz. I get up 6 o'clock. Mən məktəb günlərində saat 6-da oyanıram. 2-yə baxırıq. Choose the correct variant. My favorite time of day is. Deməli, günün hissəsini soruşur. Günün hissəsini soruşursa, doldu, musicdir, booksdur, teacherdir, olmaz. Günün hissəsi hansıdır? Morningdir. My favorite time, mənim sevimli vaxtım, səhərin, yəni günün səhəridir. Səhərləri çox sevir. Daha sonra keçirik 3-ə. Gəldik 3-də. 3-də deyir ki, choose the correct synonym to the word talk. Talk danışmaq deməkdir. Danışmaq sözünün sinonimi seçəcəyik. Gəlin bütün feillərimizi tərcümə edək. Play oynamaq, finish bitirmək, watch izləmək, rest istirahət etmək, chat isə danışmaq deməkdir. Doğru cavab D bəndi. 4-ə baxırıq. Choose the correct antonym to the word ask. Ask sözünün antonimini verməliyik. Ask soruşmaqdır. Antonim isə olacaq, yəni cavablamaq. Doğru cavab A variantı olacaq. Study öyrənmək, rest istirahət eləmək, hope ümid etmək, start da başlamaq. 5-ə baxırıq. Choose the correct preposition. Doğru söz önünü seçməliyik. Biz bilirik ki, günün hissələri ilə in işlənir. Həftənin günləri ilə 10 işlənir. Saatla isə ət işlənir. In, on, ət, yəni 1-də olacaq C, 2-də olacaq A, 3-də də olacaq B. Doğru cavab B variantı. 6-ya baxırıq. Write the words in correct order and make up a sentence. Sözləri uyğun, doğru sıra ilə qoyun və cümlə yaradın. İlk öncə keçən dərsdə də demişdim ki, birinci nəyi qoyuruq? Mübtədanı, daha sonra xəbəri, daha sonra digər üzvləri. Bu cümləmizin mübtədası nədir? We. We. Xəbərimiz nədir? Take. We take. Duş almaq nədir? We take a shower. We take a shower. In the morning. We take a shower in the morning. Deməli, variantlara baxırıq. Qurduğumuz cümlənin sırası ilə. İlkin olaraq gəlməlidir we. 2 gəlməlidir, yəni. Ona görə B-ni çıxırıq, D-ni çıxırıq, Y-ni çıxırıq, qalır A-la C. Daha sonra 1, take. Daha sonra a shower gəlməlidir 5. Burada gəlib 6. Deməli, doğru cavab olacaq C variantı. Davam edirik. Write the question words what and where in the given sentence. Verilən cümlələrə what və where qoyacaq. What nə deməkdir? Where harada deməkdir? Xüsusi sual sözlərimiz. What is favorite song? Sənin sevimli mahnın hansıdır? Burada olacaq what. Sənin sevimli mahnın nədir, hansıdır? Və də digər cümlədə. Sən harada yaşayırsan? Davam edirik. 8-dən sözlər verilib. Match the words correctly. Düzgün sözlərlə birləşməliyik. Have breakfast. Take the bus. Go home. Səhər yeməyi yemək. Avtobusa minmək, avtobus tutmaq, go home, evə getmək.
Daha sonra 9-a gəldik. Write the given sentences in interrogative and negative forms. Verilən sözün, cümlənin daha doğrusu həm inkarını, həm sualını yaratmalıyıq. Deməli, ilk öncə baxırıq cümləmiz bir fe'li cümlədir. Ona görə fe'li cümlələrin sualı və inkarı nə ilə yaranırdı? Do, does ilə yaranırdı. İkinci baxmalı olduğumuz şey cümlənin ismidir, mübtədasıdır. Mübtədamız we'dir. We isə başlayacaq do ilə. Daha sonra eyni cümlə olduğu kimi qalır. Do we watch TV on weekends? Bu bizim sualımız. İnkarda nə olurdu? Do'nun sonuna not gəlirdi, don't olurdu. Amma do əvvəldə işlənmirdi. Sadəcə sual cümlələrində do, does əvvələ keçir. Birinci təsdiq cümləmizdə hansı şəxs əvvəldə isə o yenə əvvəldə olacaq. We, daha sonra don't, inkar hissəciyimiz gəlir. Don't watch TV on weekends. Bu da oldu bizim 9-cu tapşırığımızın sualı və inkar cümləsi. Gəldik 10-cu və sonuncu tapşırığımıza, sualımıza. Gəlin, read the passage and answer the question. Teksti oxuyaq və suallara cavab verək. On school days, Ramin gets up at 7 in the morning. Məktəb günlərində Ramin səhər saat 7-də oyanır. He washes his hands and face, brushes his teeth and has breakfast. O yuyur əllərini, üzünü və dişlərini fırçalayır və səhər yeməyi yeyir. At 7:45 he leaves home and goes to the school. O 7:45-də evdən çıxır və məktəbə gedir. He is in the 5th form. O 5-ci otaqdadır. He has 5 lessons today. Deməli, 5th form 5-ci sinifdə oxuyur. Səhv tərcümə etdim. He has 5 lessons today. Onun bugün 5 dərsi var. The Azərbaycani language, literature, maths, English and music. Azərbaycan dili, ədəbiyyatı, riyaziyyat, ingilis dili və musiqi. He studies English well. O ingilis dilini yaxşı öyrənir, oxuyur. He has good friends in his class, Raul and Asim. Onun yaxşı dostları var siniflərində yaxşı dostları var, Raul və Asim. Raul is good at maths, Rasim is fond of Azərbaycani literature. Deməli, deyir ki, Raul riyaziyyatda yaxşıdır. Asim isə Azərbaycan literature, yəni Azərbaycan ədəbiyyatını sevir, xoşlayır. They help each other in their lessons. Onlar başqalarına onların dərslərində kömək edir. When their lessons finish, he comes home and has lunch. Onların dərsləri bitəndə evə gedir və qəlyanaltı edir. After rest, he starts to do his home tasks. İstirahətdən sonra o başlayır ev tapşırıqlarını etməyə. Tekstimizi oxuduq, tərcümə etdik. Gəlin də suallarına baxaq. When does Ramin get up in the morning? Biz gördük ki, Ramin neçədə yuxudan oyanır? Saat 7-də doğru cavab olacaq B variantı. Who studies maths well? Kim riyaziyyatdan yaxşı oxuyur? Təbii ki, baxın, burada yazılmışdı ki, Raul is good at maths. O riyaziyyatda yaxşıdır. Doğru cavab yenə olacaq B. Write at least 3 plural nouns. Ən azı 3 dənə cəm isim yazmalıyıq. Gəlin baxaq. İlk öncə bizi, baxın, days sözü qarşılayır. Days cəm isimdir. Sonunda S var. Daha sonra hands, məsələn, əllərini, hands, onu da yaza bilərik. Daha sonra nə yaza bilərik? Məsələn, lessons, dərslər. Bu da oldu bizim ən az 3 dənə cəm formada olan isimlərimiz. Daha sonra gəldik 4-ə. Write antonym to the word bad from the passage. Bad sözünün antonimini tapmalıyıq. Passage-dən, yəni verilən tekstdən. Bad sözünün antonimi nədir? Good-dur. Yazırıq.
Good. İlk kəsiqli nümunəmiz bitdi. Keçək indi ikincisinə. Bəli. Birinci sual ilə başlayırıq. Choose the correct word related to daily routines. Deməli, gündəlik bizim gündəlik işlərlə bağlı, əlaqəli olan sualımıza we eat our first meal of day in the boşluqdur. İndi baxaq. Baxmalı olduğumuz ilk məqam first meal deyir. İlk yemək. İlk yeməyimizi biz nə vaxt yeyirik? Axşam yemirik, günortadan sonra yemirik, gecə yemirik. Nə vaxt yeyirik? Səhər yeyirik, morning. Doğru cavab olacaq A bəndi. 2-yə baxırıq. Choose the correct definition of the word hobby. Definition bir şeyin açıqlaması deməkdir, uşaqlar. Hobby sözünün açıqlaması Azərbaycanca nədir? Yəni, insanın hobbisi olması nə deməkdir? İnsanın sevdiyi bir işlə məşğul olması, ən xoşladığı, zövq aldığı, edərkən sevindiyi, əyləndiyi bir məşğuliyyətin olmasıdır, düzdürmü? Gəlin indi həmin bu dediyimiz Azərbaycanca fikirləşdiklərimizi ingiliscədə baxaq, tərcümə edək ki, hansı variantda var. A bəndinə baxırıq. A school subject, məktəb fənləri, doğru deyil. B qalsın. C-yə baxırıq. Household chore. C-də baxdığımız bu söz household chore ev işləri deməkdir. Səhvdir. A type of food, yeməyin növləri deməkdir. Bu da düz deyil. Doğru cavab olacaq B bəndi. Something we do for fun. Nələr ki, bir şeylər edirik, bizi sevindirən, bizi əyləndirən şeyləri etmək. Hobby sözünün definitionu, açıqlaması olur. 3-ə baxırıq. Choose the antonym of the word big. Big sözünün antonimi nədir? Small. Large olmaz, böyük deməkdir. Tall, uzun. Fat də kök, dolu deməkdir. Doğru cavab small olacaq. 4-ə baxırıq. Choose the correct word. Doğru sözü seçməliyik. She has boşluq. She has a boşluq. She loves to paint and draw. Deməli, o xoşlayır çəkməyi və rəngləməyi. Deməli, onun bir nəyi var? Hobbisi var. Düzdürmü? Subject olmaz, breakfast olmaz, school olmaz. Gəldik 5-ə. Choose the correct line of plural nouns. Plural nouns nə idi uşaqlar? Cəm isimlər. Cəm isimlər olan line zolağı seçməliyik. Books, A-ya baxırıq. Books, chairs, apples. Hamısı cəmdədir. C-yə baxırıq. Child təkdədir. Mən təkdədir. Woman da təkdədir. Çıxırıq. A house, a school, a car. Hər üçü təkdədir. A brother, a sister, a dog. Hər üçü təkdədir. Doğru cavab A bəndə olacaq. 6-ya baxırıq. Choose the correct variant. Doğru variantı seçin. Baxırıq bir A bəndinə. I wakes up early every morning. Biz present simple qaydasını keçəndə demişdik ki, I, you, we, they-dən sonra gələn fe'llər heç bir şəkilçi qəbul etmirlər. Burada S olmamalıydı. Ona görə A səhvdir. B-yə baxırıq. She have breakfast at 8 a.m. Burada da yenə present simple qaydasına görə she-də have yox, has olmalıydı. Bunu da silirik. C-yə baxırıq. We eat dinner at night. Burada da we-dən sonra gələn fe'l S qəbul etməməli idi. Bu da səhvdir. D-yə baxırıq. He goes to school by bus. He-dən sonra fe'l gəlib. Present simple qaydasına görə də he, she, it-dən sonra gələn fe'llər S qəbul etməlidirlər. Doğru cavab D bəndə olacaq. 7-yə baxırıq. Put the words in the correct order to make a question. Deməli, verilən sözləri doğru ardıcıllıqla qoymaqla sual sözünü yaratmalıyıq. Sual sözünü biz nə ilə yaradırdıq? Uşaqlar, do ilə yaradırdıq. Do, does'la. İndi burada ismimiz, mübtədamız you olduğuna görə do ilə yaradacağıq. Yazırıq do. Daha sonra gəlir bizim mübtədamız. Do you. Daha sonra gəlir əsas fe'limiz. Do you eat? Burada what da var. What'u görməmişəm. What-dusa deməli xüsusi sual sözüdür. What do-dan da əvvəl gələcək. Çünki xüsusi sual sözləri köməkçi fe'llərdən də əlavə işlənilir. What do you eat for breakfast? Sən səhər yeməyində nə yeyirsən? Səhər yeməyi üçün nə yeyirsən? What do you eat for breakfast? Doğru ardıcıllıqla qoyduq cümlələrimizi və sual sözümüzü düzəltdik.
8-ə baxırıq. Complete the sentences with have or don't have. Deməli, biz cümlələrə don't have ya da have qoymalıyıq. Baxırıq, birinci I have olacaq. I have a lot of homework today. Bugün mənim çoxlu ev işim var. She, boşluq, a pet dog. Onun ev heyvanı, yəni iti var. She-də have nə olurdu? Has-ə çevrilirdi. Üçüncü şəxsin təkində have, has olur. Deməli, don't have-i də o zaman we don't have lunch at school every day. Biz hər gün deməli, məktəbdə qəlyanaltı etmirik. Gəldik 9-a. Underline the correct form of verb to be, to have. Daha doğrusu. Deməli, doğru have formasının, have has formasının altından xətt çəkəcəyik. My brother, uşaqlar, görürük ki, mübtədamız təkdədir. Təkdə olduğuna görə have yox, has olacaq. My brother has a lot of hobbies. Necə ki, burada she-də has yazdıq. Eyni qayda ilə my brother da he şəxsinə aid olduğuna görə he-də də has olacaq. He, she, it-də have keçir has-ə. 2-yə baxırıq. Thomas don't have yoxsa doesn't have a cat. Thomas təkdə olduğuna görə don't have yox, doesn't have olacaq. 3-ə baxırıq. We have breakfast together. We də cəmdə olduğuna görə have olacaq, has ola bilməz. Gəldik 10-cu tapşırığımıza. Burada bir tekst qarşılayın. Bizə gəlin oxuyaq, tərcümə edək. Daha sonra suallarını işləyərik. Hi, my name is Emily. Salam, mənim adım Emily'dir. I have a big family. Mənim böyük ailəm var. I wake up early in the morning and eat breakfast with my parents. Mən səhər erkən oyanıram və valideynlərimlə səhər yeməyi yeyirəm. My mom is a teacher and my dad is a doctor. Mənim anam müəllim, atam isə həkimdir. I go to school with my brother. Mən məktəbə qardaşım ilə gedirəm. In the evening, we do our homework together. Axşamları biz ev tapşırıqlarımızı birlikdə edirik. I love my family very much. Mən öz ailəmi çox sevirəm. Gəldik birinci tapşırığa. Choose the best title. Doğru başlığı seçin. Burada uşaqlar Emily öz ailəsindən danışır da, düzdür, məktəbindən danışmır, müəllimindən danışmır, hobbilərindən danışmır. Doğru cavab my family olacaq. Choose the correct variant. Doğru variantı seçin. Emily has a small family. Yanlışdır, burada deyir big family. Ona görə A-nı çıxırıq. Emily's dad is a teacher. Xeyr, burada deyir ki, Emily's dad is a doctor. Bunu da çıxırıq. Emily's mom is a doctor. No, Emily's mom is a teacher. Bu da səhvdir. Emily eats breakfast with her parents. Burada onu qeyd eləyir. Bəli, Emily səhər yeməyini valideynləri ilə yeyir. 3-ə baxırıq. What is Emily's mom's profession? Profession jobun, yəni sinonimidir. A doctor deyildi, student deyildi, schoolboy deyildi. Emily'nin maması nə idi? Müəllim idi. Choose the synonym to the word big from the text. Deməli, tekstdən bigin, big sözünün sinonimi seçəcəyik. Sinonimi big sözünün large da yaza bilərik, huge da yaza bilərik. Bunlar hər ikisi böyük, nəhəng mənalarına gəlir. Belə, əziz uşaqlar, bugünlük də izahımızın sonuna gəldik. Növbəti izahlarda görüşmək ümidi ilə hələlik.